Sizə bu mənasız Çin maşınlarını almamaq üçün 3 səbəb deyəcəm. Məsələn, bu motor Çin maşınında Allah bilir hardan gəlib. Üzr istəyirəm, bu motorlar Honda və Nissanla birgə hazırlanır. Honda ya Nissan'da amma Toyota deyil ki. Honda statistikaya görə ən dözümlü mühərrik istehsalçısıdır. Neyse, keçək ikinci səbəbə. Yaxşı da, motoru başa düşdük. Oldu Yaponun. Bəs zəmanət? 1 il 50 min, qapıdan çıxdın sənlikdir şərtlərindən. 10 ildir zəmanət. 8 il sürürsən, sonra 2 ili də artırırıq. Özü də limitsiz yürüşlə. Amma elə şey olur. Olur. Rəsmi zəmanətdir. Mühərrik, sürətlər qutusu, elektrik mühərrik hamısına aiddir. Neysə, keçək üçüncü səbəb. Üçüncü ən əsas məsələ, yanacaq sərfiyyatı. Hamısı deyil hibriddir, amma 13-14 litr içirlər. İçmir. Necə yəni içmir? Belə də içmir. Bax, o maşını görürsünüz, o ümumiyyətlə içmir. Elektrikdir. Bu isə 3-4 litr benzin içir. 10 il zəmanət var, benzin içmir. Mən nə çağırım sevirəm? İçmir deyəndə ki, qabaq içirdi. İndi tərgidi.